Yenicə atı olan 34 yaşlı Təbriz Şəfiyevin ötən ilin avqustunda idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində aeroport yolu qəfil nasaz vəziyyətə düşür. Təbriz yolun kənarında dayanıb nə baş verdiyini müşahidə edən zaman arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılır. Zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurur. Hadisədən biraz sonra Təbriz həyatını itirir. Anası Nərgiz Şəfiyevanı narazı salan məqamlardan birincisi qəzada iştirak edən sürücülərdən birinin məsuliyyətdən kənarda qalmasıdır. Hazırda mərhumun avtomobilinə çırpılan Toyota Corolla'nın sürücüsü Mircəlil Əzizlinin ümumiyyətlə sürücülük hüququ olmadığı, avtomobili sahibinin icazəsi olmadan idarə etdiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 263-1.3-cü sürücülük hüququ olmadan ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətmə maddəsi ilə ittiham verilib, lakin məhkəməyə qədər həbs edilməyib. Hadisədə iştirak edən ikinci şəxs Mercedes-Benz 230 markalı avtomobilin sürücüsü Bəxtiyar Rəhimli isə zərərçəkmiş tərəfə tam aydın olmayan səbəbdən istintaqdan kənarda qalıb. Oğlunu itirən ana isə indi yalnız ədalətli araşdırma istəyir. Zəngilandan köçkün düşəndə əsir düşməmək üçün oğlumu qucağıma alıb özümü Araz çayına atdım. Bu vaxt uşaq əlimdən çıxdı, çay apardı. Bunu görən İranlı suya atılıb uşağımı xilas etdi. Uzun illər yataqxanalarda min bir məhrumiyyətlə böyüdüb boya başa çatdırdığım oğlumu itirmişəm. Xahiş edirəm, bu iş düzgün araşdırılsın. Yeganə istəyim budur.